Bugün sizinle Snickers tortunun hazırlanmasını bölüşürəm. Yumurtanın üzerine yüngülvari duz səpib, şəkər tozunu az-az əlavə edərək, ağarana kimi təxminən 8-9 dəqiqə çırpıram. Bitki yağı və qaynar suyu əlavə edib, yenidən 1 dəqiqə qarışdırıram. Un, kakao və qabartma tozunu qarışdırıb, ələyərək hazırlanmış kütlənin üzərinə az-az əlavə edib, yavaş-yavaş qarışdırıram. Formaya yığıb, üzərini çöplə hamarladıqdan sonra stola bir neçə dəfə vurub, öncədən isidilmiş 160 dərəcəlik sobada 45 dəqiqə bişirirəm. Şəkər tozunu əridirəm. Qaynamağa başladıqda üzərinə qaynar südü az-az əlavə edib, yenidən qaynadıram. Tam həll olduqdan sonra üzərinə 50 qram yağ əlavə edib, yenidən 2 dəqiqə qaynadıram və piltədən götürürəm. Karameli bişirərkən çürüdüyü üçün bir qədər soyduqdan sonra blenderlə qarışdırıram. Bu zaman qəşəng olur. 400 qram yer fındığını qovurub xırda-xırda doğrayıram. 300 qramının üzərinə karameli əlavə edib gözlədirəm. 100 qramını isə üzəri üçün saxlayıram. Yağı ağarana kimi qarışdırıb, üzərinə qatlaşdırılmış karamelli şirin südü əlavə edirəm. Sonda isə 33%lik qaymaq əlavə edirəm və krem hazır olur. Biskviti 3 hissəyə bölürəm və tortu yığıram. Əvvəlcə biskvitlərin üzərini südlə isladıram, sonra isə krem çəkirəm. Tortun kənarlarından karamel dağılmasın deyə isə şirniyyat torbasından istifadə edərək kremi bir qədər hündür edirəm. Karamelli yer fındığını isə 2 hissəyə bölürəm. Birinci qata və ikinci qata istifadə edirəm. Sonuncu biskviti südlə isladıb, sonra göstərdiyim kimi tortun üzərinə örtürəm. Sonda isə üzərini kremləyib 8 saat soyuducuda gözlədirəm. Qaynar südün üzərinə şokolad əlavə edib əridirəm. Yer fındığını əlavə edib qarışdırdıqdan sonra isə tortun üzərinə çəkirəm. Tortun çəkisi 4,6 kiloqram, uzunu 33 sm, eni 23 sm, hündürlüyü isə 8 sm-dir. Mütləq hazırlayıb dadına baxın. Növbəti videolarda görüşənə kimi.